Salam dostlar, mən sizə bugün yeni kitab təqdim edirəm. Aqil Abbasın kitabı və bu Rəmiş haqqında yazılıbdır. Mən hələ bu qədər, yəni bir yazarın öz kitabı üzərində çox belə diqqətlə, həssas işləməsini görməmişdim. Bunu Aqil müəllimin timsalında gördüm. Aqil müəllim, təbrik edirəm sizi. Təşəkkür Niyə edirəm bu sizə. yaşda, yəni belə qərara gəldiniz Rəmiş haqqında kitab yazmağa? Bu niyə belə gec, daha doğrusu? Yo, əvvəl başlamışdım yazmağa təxminən 40 il bundan qabaq. Xoşuma gəlmədi. Bir hissəsində çap elətdirdim qəzetdə. Sonra xoşuma gəlmədi, cırdım atdım. Gördüm ki, Rəmişə layiq deyil. Yəni Rəmiş qeyri-adi bir sənətkardır. Mənim yazdığım adi bir yazıya oxşuyurdu. Ona görə saxladım yazını. Yazmadım. Fikirləşdim. Keçən il təkrar başladım. Həmən yazın işləməyə və yaza bildim. Mənə elə gəlir ki, yaza bildim. Rəmiş nə cür çalırsa, mənim bu povestimdə elə bir şey idi. Yəni, nə ayağı var, nə arxası var, nə başı var. Yəni, elə bir ki, Rəmişin bir musiqisidir. Sən sağ ol ki, Rəmiş qeyri-adi bir adamdır da və povestdə Siz burada onun portretini yarada bilmişsiniz? Bilmişəm, hələ artıq da yarada bilmişəm. Bilirsiniz, Rəmiş bir normal lent yazısı yoxdur. Bizdə də nəsin deməli var, onda Londonda Vahid Mustafayev hanesinin prezidenti Vahid Mustafayev yazdırıb mahnılarını, təmiz yəni. Qalan toy musiqiləri, əsas Rəmişlik vaxtı 70-90-cı illər arası video yox idi. Və o böyük disklərdə nədir, köhnə magnitofonlar idi. Oradaydı, o da indi oxunmur və heç kimdə qalıb bilmirəm. Məndə var idi hamısı. Ağdamda yandı getdi, məni Allah lənət eləsin. Yandı getdi. Rəmişin əsas o qeyri-adiliyi o vaxt idi. Rəmiş istəmişəm, deyirsən ki, çox. Mən bir 30-a qədər kitabım çıxıb indiyə qədər. Onu yeganə bir dolunun üzərində belə əsmişəm. Yəni gedib otururdum nəşriyyatda, özüm. Bir də bu Rəmiş kitabı, povesti kitabı çıxandı. Deyəm, onlara hər gün zəhləngə tökürdüm. Yox, məndən bağlı deyil. Sadəcə kitabla bağlı, məsələn, şəkil yerləşsin, bu olsun, bunu təmizlənsin, hər belə detallı üstündə. Üstündə çox əsirdim. Gəlirdim, mən də kənd uşağı idim, kofe içirdim. Yox, yəni, o Aytaş Dəsən o qızın adı, o çox əziyyət çəkdi. O Rövşən bədi, rəssam da əziyyət çəkdilər. Və siz də. Mübarəkdir, təbrik edirəm sizi. Mən çox istərdim ki, əslində belə sənətkarlar haqqında onlar sağ olarkən onların portretləri yazılsın, çəkilsin. Dünya bizə elə gəlir ki, biz olandan sonra başlayacaq, amma dünya biz olanda başlayır. Gərək burada... Məsələn, çox istərdim ki, indi mən Vaqif Mustafazadə haqqında da kimsə yazsın. Çox gözəl bir kitab nəşr eləmişik. Çox gözəl. Vaqif Mustafazadə haqqında kitab nəşr eləmişik. Belə bir şey aslında. İndi sizin kimi deyil, mən o kitabı oxumuşam və mənə çox yaxşı təsir eləyib. Yəni o mənada ki, dokumentaldır. Mən istəyirəm hər şey dokumentallı olmasın da, biraz yazısı, bədii əsər olsun. Vaqif Mustafazadə də böyük bir sənətkardır. Nəsə, çox sevdim onu. Hətta ona şeir də yazmışdım. Öləndə. O öləndə 9-cu mikrorayonda Daimgildə idim. Dedilər ki, Vaqif Mustafazadə ölüb. Oradan dəniz qırağına fikirləşinə qədər yolda piyada gəldim. Piyada da qayıtdım yenə Daimgildə. Təxminən eləyər bir 20 kilometr. Qayıtdım, cavan vaxtlar idi. Və onda yolda yalnız Vaqif haqqında fikirləşirdim və şeir yazmışdım. Sonra da haradasa çap elədilər uşaqlar. Mən şeiri yazmışam, əzbər bilirəm. Haradasa demişdim, dostlar onu yazmışdılar. Sonra da jurnalda, qəzetdə çap elədilər. Yəni, belə sənətkarlar haqqında yazılmalıdır. Məsələn, mən çox əvvəl o dərəcədə pişibim, amma çox şey oldum ki, Anar Mirzə Fətəli Axundov haqqında,
Sonra deyək Mirzə Cəlil haqqında, Üzeyir Hacıbəyev haqqında mənim istədiyim kimi bədii və sənətli film çəkdi. Qaldı ta. Yəni çox Hüseyn Cavid haqqında. Hüseyn Cavid, yəni deyirəm biraz çəkdi və yaşatdı onların. Yəni həm bədii tərəfi var, həm sənətli tərəfi var. Bizdə ilk dəfə idi belə bir filmlər çəkilirdi. Dünyada amma çoxdur. Məsələn, Paganin haqqında 4 seriya bədii film çəkiblər. Qeyri-adi bir film çəkiblər. Bu povestdə də o da var. Və Paganini oynayan aktyor da Rəmiş deyil. Olduğu kimi gəlib Rəmişi öyrənib və onu yamsılayıb. Yamsılayıb. Yəni yamsılayıb yox da onun elə yamsılamaq kimi. Elə bil Rəmişdə hərəkəti, danışığı, duruşu, saçı, başı, sifəti hətta elə bilsən Rəmiş. Yəni sözüm ondadır ki, bizdə də belə filmlər çəkilməlidir. Belə əsərlər yazılmalıdır. Yazırlar, indi müəyyən əsərlər yazırlar. Amma mən bunu təbrik edirəm sizi. Mən elə gəlir ki, bunu biz yaxşı təqdimatını eləyəcək. Amma ilk olaraq istərdim ki, burada siz o kitabı imzalayasınız və əziz dostlar, ilk imzalı kitabı əgər əldə eləmək istəsəniz, mütləq qanunun onlayn müraciət edin və onlar sizə dərhal o kitabı çatdıracaq. Bir daha sizi ürəkdən təbrik edirəm. Öpürəm səni. Mən də səni öpürəm. Çox sağ olun. Sağ olun. Nəsimi oxşan dostum. Fotoqraf. Yaza bilirəm ki, İmza eləyin. İmza eləyim. Ayrı bax. Yazaram. Onu da imzalayın. Roma verməyəsən. Verəcəm. Başqasına verəcəm. İmzalı 2 kitab qalsın ki. Bəli. Çox sağ olun bir daha. Təşəkkürlər. Mən sizə təşəkkür edirəm.